Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının əziz xatirəsini ehtiramla yad etdilər. Dövlətimizin başçısı əbədi məşəl abidəsinin önünə əklil qoydu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsində qələbəmizə həsr olunmuş hərbi parada hazırlaşan paytaxt Bakının mənzərəsini seyr etdilər.